baktı kardeşler. Aleykəssalam. Hardan belə? Əmimlə dolanıyıq da, ayı. Nə gəlsiz? Elə örüşüb dolanıyıq ki, zehnimiz açılsın. Bəlkə Allahın hikmətindən də bir şey gördük. Gəzin, Allahın Sağ ol. Sağ ol. Əmi, deyir ki, vaxt deysən Elhamdülillahi Rabbil Aləmin, yəni aləmlərin Rəbbinə həmd olsun, şükür olsun. Bir mənasını alimlərimiz qəşəng təfsir eləyir ki, deyir, Allah insanın ruhun əvvəldə aləmi zərridə qərar verir, o aləmdə. Sonra gətirir təbiət aləminə, dədənin sülbündə qərar verir. Elə ki, dədə evlənir, aləmi bətni madərdə qərar verir insanı. Elə ki, 9 ay, 9 gün qutarır, gəlir bu dünyaya varid olur. Dünyaya varid olmamışdan əvvəl Allah nənənin südün ona ruzi qərar verir. Elə ki, 1 il, 2 il nənənin südündən təğziyə alır, nənənin südü qurtaranda da Allah o uşağın dişin çıxardı. Orada deyir ki, غم روزی مخور برهم مزن اوراق دفتر را که پیش از طفل ایزد پر کند پستان مادر را. پس روزی üçün niyə nicaransız? Ha Allah var, zamin ruzidir.